Azərbaycanın ən zəngin təbii ekosistemlərindən birinə malik olan Şahdağ Milli Parkı 2006-cı il 8 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1814 nömrəli sərəncamı ilə yaradılıb. Milli Park Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının inzibati ərazilərini əhatə edir. Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd unikal dağ ekosistemlərinin qorunması, biomüxtəlifliyin mühafizəsi, ekoturizmlərin inkişafı və təbii sərvətlərdən səmərəli istifadə prinsiplərinin təmin edilməsidir. Milli Parkın ümumi ərazisi 130 min hektardan çoxdur və bu ərazi öz zəngin flora və faunası ilə seçilir. Burada 1200-dən artıq bitki növü, onlarla məməli və quş növü məskunlaşıb. Şahdağ ekosistemi Azərbaycanın ən mühüm su hövzələrinin formalaşdığı regionlardan biridir. Ekologiya Az xəbər verir ki, parkın Oğuz, İsmayıllı və Qəbələ bölmələri xüsusi əhəmiyyət daşıyır. Oğuz bölməsi Daşağıl, Oğuz və Xaçmaz meşəbəyliklərindən ibarətdir və ümumi ərazisi 14958 hektardır. Oğuz meşələri sıx ağac örtüyü, zəngin heyvan aləmi və təbii bulaqları ilə seçilir. Burada meşələrin qorunması, bərpası və təbiətin davamlı idarə edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Hazırda Şahdağ Milli Parkında nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi, yaşıl zonaların genişləndirilməsi, yanğınlara qarşı profilaktik işlər, eləcə də ekoturizm marşrutlarının inkişafı istiqamətində mühüm layihələr icra olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Şahdağ Milli Parkı təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın da ən böyük və əhəmiyyətli təbii komplekslərindən biridir. Bu gün park həm təbiət sevərlərin sevimli məkanı, həm də elm və ekoturizm üçün açıq təbii laboratoriya kimi fəaliyyət göstərir. Dilbər Vüqar qızı, Bölgə TV.